Salam, axşamınız xeyir. Dəyərli izləyicilər, dəyərli şagirdlər, hər birinizi salamlayıram. Qarşıdan buraxılış imtahanı gəlir. Bu buraxılış imtahanında hər birinizə uğurlar arzu edirəm. Mən çalışdığım qədər güvən kitabı 11-ci sinif, orada sınaqlar var. O sınaqlardan çəkib paylaşım eləyəcəm. Sizə kömək məqsədi ilə, dəstək məqsədi ilə çalışaq, izləyək və əgər bəyənsək, abunə olaq kanalımıza və paylaşaq. Dostlarımız, yaxınlarımız yararlansın, istifadə eləsin. Başlayaq birinci sualdan. Birinci sualımız belədir. Bizə deyir ki, aşağıdakilərdən hansı doğrudur? Burada aşağıdakilərdən hansı doğrudur? Məsələn, A variantı deyir ki, A həqiqi ədədi, B tam ədədlərdir. Burada A həqiqi ədəddirsə, B tam ədədlərdirsə, bu düzgün yanaşma deyil. Çünki burada A rasional ədədlər çoxluğuna daxildir. Təbii ki, həqiqi ədədlər çoxluğu daha böyük çoxluqdur. Rasional həqiqi ədədlərə daxildir. B variantını oxuyaq. Yəni birinci cavab səhvdir. İkinci cavab B variantı belədir. A tam ədəddir, B natural ədəddir. Bura baxsaq, deyək ki, A tam ədəd, B natural ədəd. Təbii ki, burada natural ədədlər çoxluğu, tutaq ki, budursa, tam ədədlər çoxluğu ondan biraz böyük çoxluqdur. Yəni, A tam ədəd, B natural ədəd ola bilər. Cavab B variantıdır bir də. Başqa variantları da oxuyaq. C-də deyir ki, A natural ədəd, B həqiqi ədəddir. Bəli, əslində natural ədəd həqiqi ədədlərə daxildir. Amma bir şey var burada. A natural ədəddirsə, natural ədəd burada daha böyük çoxluqdur. B həqiqi ədədlər çoxluğu kiçik çoxluqdur. Yəni, həqiqi ədədlər əslində böyük olmalı idi. Natural ədədlər kiçik olmalı idi. Demək, bu yanaşmada səhvdir. D variantında deyir ki, A həqiqi ədəd, B natural ədəddir. A həqiqi ədəddirsə, B natural ədəddirsə, əslində bu ola bilər. A həqiqi ədəd, B natural ədəddir. Xeyr, üzr istəyirəm. Burada D-də deyir ki, A həqiqi ədəd, B natural ədəddir. Əslində bu doğru olardı. Amma bir şey var ki, burada rasional ədədlər özləri həqiqi ədədlərə daxildir. Yəni, belə desək, həqiqi ədədlər çoxluğu ən böyük çoxluqdur. Burada da deyir A həqiqi ədəd, B natural ədəddir və o da rasional ədədlər çoxluğuna daxildir. Bu yanlışdır. E variantında deyir ki, A natural ədəd, B tam ədəddir. A natural ədəd, B tam ədəddirsə, bu yanlışdır. Çünki tam ədədlər çoxluğu, natural ədədlər çoxluğuna bütövlükdə daxil deyil. Yəni, burada doğru cavab B variantıdır. İkinciyə baxaq. İkincidə deyir ki, yolun 40%-ni getdikdən sonra 132 kilometr qalır. Gedilən yol neçə kilometrdir? Gəlin bir yol çəkək. Adam A-dan B-yə gəlmək istəyib, tutaq ki, C-yə gəlibdir, 40%-in gedib. 40%-in gedibsə 60%-i qalıbdır və 60%-i qalıbsa bu da 132 kilometrdir. 132 kilometr. Mənə deyir ki, bax, yolun uzunluğu neçə kilometrdir? Bunu tapmaq üçün nə edirəm? Mən 60%-i 132 olan ədədi tapıram. Onun üçün nə edirik? Verilmiş ədəd 132 bölünür faiz göstərən kəsirə. %60-a bölünür. O da bərabər 132 vurulur 60-da 100-ə. Burada ixtisar gedir bu sıfırlar. 132-ni də bölürük 6-ya. 132-ni 6-ya bölsək 120-ni 6-ya 20, 12-ni də 6-ya 2. 22 düşər. 22-ni də 10-a vursaq 220 kilometr olmuş olar. 220 kilometr. Bizdən nə soruşur? Gedilən yol neçə kilometrdir? İndi gedilən yoldan söhbət gedirsə, mənim bütün yolumun uzunluğu neçədir? 220 kilometrdir. Tamam, bunu tapdıq. Burada isə 40%-i gedilibdir. Yəni, gedilən yol 40%. Yəni, 220-nin 40%-ni tapacağıq. Onu da 100-də 40-a vurmaq lazımdır. Ədədin faizini tapanlar ədəd faiz göstərən kəsirə vurulur. Burada təbii ki, bu sıfırlar getdi. 4-ü də 22-yə vursaq 88 kilometr eləmiş olar. Demək ki,
Adam A variantı. Nə qədər yol gedib? 88 kilometr yol gedibdir. Üçüncü sualımız belədir. Üçbucağın iki xarici bucağı, bir dənə üçbucaq çəkək. İki xarici bucağından söhbət gedir. Bir dənə üçbucaq çəkək. Aha. Bizə deyir iki xarici bucağı. Biri olsun bu xarici bucaq. Biri olsun bu xarici bucaq. Aha. Bura 110 dərəcədir. 110 dərəcə. Digər olsun bu xarici bucaq. Bu da 120 dərəcədir. Aha. 120 dərəcə olarsa bu bucaqlara qonşu olmayan daxili bucağı tapın. Bax bu x bucağını bizdən soruşur. Gəlin belə deyək. Buradan bu cür yanaşsaq nə edərik? Üçbucağın xarici bucaqların cəmi 360 dərəcəyə bərabərdir. Görək bu bucaq neçədir? Burada mən y deyirəm. Demək 110 dərəcə, üstə gələk 120 dərəcə, üstə gələk y bərabər 360 dərəcə olmalıdır. Y bərabər 360 dərəcə çıxılsın. 110 ilə 120 230 dərəcə eləyir. 230 dərəcə. 360-dan da 230 dərəcə çıxanda təbii ki, burada 130 dərəcə qalır. 130 dərəcə. O zaman 130-un da qonşusu x ilə y-in cəmi neçədir? X ilə y-in cəmi 180 dərəcə olmalıdır. Burada y-in yerinə 130 qoyuruq. Bərabər 180. X də bərabər 50 dərəcə olmuş olur. Cavab hansı variantdır? Cavab D variantı 50 dərəcə olmuş olur. Dördüncü sualımıza baxaq. Dördüncü sualımız belədir. Uyğun tərəfləri perpendikulyar olan eyni adlı bucaqlardan biri 75 dərəcə olarsa digərini tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar eyni adlı olanda onlar bir-birinə bərabərdir. Biri 75 dərəcə isə digəri də 75 dərəcə olacaq. Hansıdır? C variantı 75 dərəcə. 5-ci sualımıza baxaq. Bizə nə deyir burada? Bizə deyir ki, bir dənə üçbucaq çəkilibdir. Çəkək, bərabər yanlı üçbucaqdır təbii ki bu. Buna baxaq. 2 dəqiqə. Olsun. Belə bir üçbucaqdır. Tərəfləri bizə neçə veribdir? Tərəfləri verib bizə adlandıraq əvvəlcə A, B, C. Tərəflər bərabərdir. Bura 7, 7-dir. Bu bucaq ABC bucağı 90-dan kiçikdir. Alfa kiçikdir 90 dərəcə. Alfa kiçikdir 90 dərəcə. Bizə nə deyir? AC-nin mümkün qiymətləri sayını tap. Biz də bildik ki, üçüncü tərəf böyükdür. Böyükdür. Onların fərqindən 7 çıxaq 7-dən kiçik olmalıdır. Kök altında onların kvadratları cəmindən. 7-nin kvadratı üstə gələk 7-nin kvadratı. Burada AC böyükdür 0-dan kiçikdir. Kök altda 49, 49, 98 eləyir. AC kiçikdir. 0-dan böyükdür. 98-dən təqribən 9 tam neçə çıxır? 9 tam neçədən kiçik ədədlər hansı ola bilər? AC ola bilər, 1 ola bilər, 2 ola bilər və nəhayət 9 ola bilər. Say neçə dənədir? 9 dənə. Sayın soruşur. Cavab D variantı 9. 6-cı sualımıza baxaq. A üstü 5, üstə gələk A üstü 5, B, çıxaq A kubu B üstü 4, çıxaq A, B üstü 5. Bizə çoxadının dərəcəsini soruşur. Gəl çoxadının hər birinin qüvvətinə baxaq. Bunun qüvvəti 5-dir. Bunun qüvvəti 1 ilə 5, 6-dır. Bunun qüvvəti 3 ilə 4, 7-dir. Bunun qüvvəti təbii ki 6-dır. Bizdən nəyi soruşur? Çoxadının dərəcəsi ən böyük olanı götürürük. 7-dir. Cavab B variantı 7. Çoxadının dərəcəsi orada iştirak edən bir hədlilərdən hansının qüvvəti böyükdürsə, çoxadının dərəcəsi də o sayılır. Sonra davam eləyək. 7-ci sualımızla davam eləyək. Uzunluğu deyir L bərabər 2 pi r, o da bərabər 24 pi olan çevrənin 60 dərəcəlik qövsünün uzunluğunu tapın. Gəlin bunu şəklini çəkək. Yəni nəyi demək istədiyinizsə əyanı göstərək. Bir dənə çevrə çəkilibdir. Mərkəzi bucaqda bu olsun. Bax bizə deyir ki 60 dərəcəlik qövsə uyğun A, O, B.
Bax bu AB qövsünün uzunluğu məndən soruşur. Buranı da başqa rəng eləyək. Bax məndən bax bu qövsün uzunluğunu soruşur. Bax buranı. Bunu mən belə yazıram. L AB qövsü bərabərdir 2 pi r vuraq alfa bölək 360 dərəcə. Düsturumuz buydu. O da bərabər. Demək burada nə edirik? 2 pi r-in məndə 24 pi'dir. 24 pi vuraq. Alfa məndə 60 dərəcədir. Bölək 360 dərəcə. Bu da bərabər. Burada 60 ilə 360 ixtisar gedir. Burada qalır 24 pi vuraq 6'da 1. O da bərabər. Yenə 6 ilə 24 ixtisar gedir. O da bərabər 4 pi olmuş olur. O da cavab D variantı 4 pi. Davam eləyək 8-ci sualımızla. Üzrü sayın biraz bu dəymələrdən mən də düşmüşəm. Bir müddət kanalda heç bir izah paylaşmadım. Bunun da səbəbi bu xəstəliklərdən mənim də düşməyim oldu. İndi şükürlər olsun bir balaca düzəlmişəm. Burada 8-ci sualda bizə nə deyir? Çoxluqlardan hansı rənglənmiş hissəni göstərir? Bu çoxluğu çəkək bir dənə tam olaraq sizə əyani göstərək. Biri bu olsun. Dairənin biri bunun daxilində belə olsun. Əslində bunu biraz genişləndirək. Bunu da genişləndirək. Bunu da genişləndirdik. Sonra bir dənə də belə bir dairə çəkək. Aha. Görək burada bizdən nə soruşur. Bura nə deyək biz? Bura deyək. A çoxluğu budur. B çoxluğu budur. C çoxluğu budur. Məndən rənglənmiş hissəni soruşur. Rənglənmiş hissə rəngləyək buranı. Rənglənmiş hissə qara olsun da bura. Buradır. Buranı soruşur. Hə. Deyir ki, bu hansı ola bilər? Gəlin bütün variantlara baxsaq görərik ki, burada bir dənə 4-cü variant uyğundur. 4-cü variant niyə görə uyğundur? Bax bizə nə deyir? Bizə deyir ki, B çıxaq A, B çıxaq A, çıxaq C. Bax B çoxluğu, bütövlükdə bax bu çoxluqdur. Bütövlükdə bax bu çoxluqdur. Bu çoxluqdan mən A çoxluğunu kəsib götürsəm, bax qalmış hissə bura olur. Qalmış hissə bura olmuş olur. Bax bir də rəngləyək, bax bura. Bura olmuş olur. Və buradan da təzədən mən C-ni kəsib götürsəm, C də olsun bax bura. C də bax təzədən buradır. Buranı da kəsib götürsəm, qıraqda rəngli hissə qalmış olar. Bu oldu birinci sualımızın cavabı. Bir də 6-cı uyğun gəlir. 6-cı. Bir dəqiqə rəngi dəyişək. 6-cı. 6-cı da niyə görə uyğun gəlir? Onu da izahını verəcəm. İndi bir dəqiqə B çıxaq A birləşir C. Bura baxsaq, görərik ki, yəni B çoxluğu bütövlükdə bax bu çoxluqdur. B çoxluğu bütövlükdə bu çoxluqdur. Buradan A-la C-nin birləşməsini çıxıblar. A-la C-nin birləşməsi hansıdır? A-la C-nin birləşməsi bax budur. Bax C-nin birləşməsi budur da, bax bu. Bu çoxluqdur. Bunu çıxanda təbii ki, buradan B çoxluğundan həmin o A ilə B-nin birləşməsini çıxanda yenə də bu rəngli hissə qalmış olmuş olur. Cavab hansıdır? 4-cü, 6-cı cavab D-dir burada. Digərləri uyğun deyil. Məsələn, B kəsişir C. B ilə C-nin kəsişməsi C çoxluğunu verir. Ondan da A-nı çıxsaq biz, yenə də bax bu yarım dairənin hamısını verməliydi. Bax bu yarım dairənin hamısını. Görürük ki, bu da uyğun deyil yəni. Digərləri də bunun kimi uyğun olası deyil. Burada 9-cu sualımıza baxaq. Vaxt itirmədən. Çevrənin mərkəzindən müxtəlif tərəflərdə yerləşən iki paralel və bərabər vətərin hər birinin uzunluğu 16 cm-dir. Bu çevrənin radiusu 10 cm olarsa, vətərlər arasındakı məsafəni tapın deyə bir sualdır. Gəlin bunu da aydınlaşdıraq bu sualı.
Bunu silək, aşağıdan rahat yazaq. 9-cu sualımız. Bir dənə qəşəng çevrə çəkək. Bir dənə çevrə çəkdik. Deyir, mərkəzindən müxtəlif tərəflərdə yerləşən 2 dənə paralel vətər. Biri olsun bu vətər. Biri də olsun paralel bu vətər. Aha. Çevrənin mərkəzi də olsun, bura olsun. Tamam. Bunun radiusunu çəkək. Bir də buradan dənə belə çəkək. Bir də belə çəkək. Aha. Bura baxsaq, vətərlər AB-dir. AB. Bir də CD-dir. Bu vətərlər bir-birinə bərabərdir. Çevrənin mərkəzi, bax bu O nöqtəsidir. Bilirik ki, mərkəzdən keçən düz xətt, bax mərkəzdən keçən düz xətt. Burada K deyirəm, burada F deyirəm. Bax KF düz xəttdir. Mərkəzdən keçirsə vətəri yarı bölür. Vətəri yarı bölürsə və vətərlər də bərabərdir. Uzunluqlar da neçədir? 16 santimetrdir. Demək 8 santimetr. 8 santimetr bu olur, 8 santimetr bu. 8 bura, 8 bura olmuş olur. Çevrənin radiusunda 10 veribdir. Bax, burada bir düz bucaqlı üst bucaq yaranıb. Çünki mərkəzdən keçən vətər, mərkəzdən keçən düz xətt vətərlərə perpendikulyar olur və həmin vətərləri yarı bölür. Burada demək OK ilə OF perpendikulyardır AB ilə CD-yə, eyni zamanda AB ilə CD-ni yarı bölür. Bunu bildik. Radiuslar da 10'dur, burada 10'dur. Düz bucaqlı üst bucaqda katet 8, hipotenuz 10 olanda digər katet neçə olurdu? 6 olurdu da. Demək bu katet 6'dır, bu katet də 6'dır. Məndən bu vətərlər arasındakı məsafəni soruşur, yəni KF-i soruşur. KF də KF-i soruşur. KF də bərabərdir 2 vuraq 6 bərabər 12 santimetr olmuş olur. Hansı variantdır? E variantı olmuş olur. 10-cu sualımıza baxaq. 10-cu sualımız maraq sualdır, çətin deyil, asandır. 3A kvadrat üstə gələk 1 üstü 7. Əvvəla bilək ki, ümumiyyətlə A-nın üstü N. Əgər burada A cütdürsə, N-in istənilən qiymətində bu cüt olacaqdır. Əgər A-mız təkdirsə, A-nın üstü N, N-in istənilən qiymətində bu tək olacaqdır. Bunu bilirik. İndi bizə nə deyir? Bizə deyir ki, bu ifadə cüt ədəddir. Cüt ədəd. Yəni cüt ədəddirsə mən bilirəm ki, 7-ci dərəcə olsun, 6-cı dərəcə olsun, nə olur olsun. Demək mənim bu ifadəm cütüymüş ki, cütün istənilən dərəcəsi cüt olur. Cütün tək dərəcəsi də, cüt dərəcəsi də qüvvəti olaraq da, yəni cüt ədədin tək qüvvəti, cüt qüvvəti cütdür. Mən bütövlükdə 3A kvadratı üstə gələk 1-in cüt olduğunu bilirəm. Dediyimiz qaydaya əsasən 3A kvadrat üstə gələk 1-in bu cüt ədəddir. Yəni cüt ədəd olmasını yoxlamaq üçün nə etməliyik? A-ya bir dəfə ən kiçik tək qiymət, o da bərabər 1 verək. 1 versək görək cüt olurmu? 3 vuraq 1-in kvadratı üstə gələk 1. 3-ü 1-ə vursaq 3, üstünə də 1 gəlsək 4. Bəli, bu cüt oldu. İkinci, gəl A-ya bir dəfə də cüt qiymət verək. Bir dəfə tək qiymət verdik. İfadə bütövlükdə cüt oldu. A-ya bir dəfə də cüt qiymət verək. Ən kiçik cüt ədəd neçədir? 2. A-ya 2 qiymətini versək, olur belə. 3 vuraq 2-nin kvadratı üstə gələk 1. 2-nin kvadratı 4 eləyir. 3-ə də vursaq 12, üstünə də 1 gəlsək 13, o da tək ədəddir. Demək ki, mənim bütövlükdə ifadəm A-mız tək olanda, mənim ifadəm bütövlükdə cüt oldu. Demək ki, burada A-nın qiyməti tək imiş. Ən kiçik tək ədəd də 1-dir. 1-i götürürük və ifadədə yerinə qoyuruq. Məsələn, A variantını yoxlamaq istəyirəm. A kvadrat üstə gələk 1-dir. 1-in kvadratı üstə gələk 1, bu 2 eləyir, bu cütdür. Məndən təkləri istəyir. B variantını götürmək istəyirəm. B variantında deyir ki, 5A üstə gələk 3 bərabər 5-i vursan 1-ə, üstünə 3 gəlsən bərabər 8, bu cüt eləyir. Hamısını yoxlasanız görərsiniz ki, cütdür. Bir dənə
E variantı təkdir. Çünki A üstə gələk 4 bərabər 1 üstə gələk 4 bərabər 5. Bu da tək ədəddir. Demək ki, mənim doğru variantım hansıymış? E variantıymış. Cavab E variantı doğrudur. Yəni A plus 4'dür. Bunu bildik. 11-ci sualımıza baxaq. 11-ci sualımız belədir. Diametri 2R'dir. Diametr 2R'dir. O da 12 santimetrdirsə, bizdən radiusu soruşur. R də bərabər 12 bölək 2. O da bərabər 6 santimetr. Sadə sualdır. Cavab C variantı. Sonra 12-ci sualımız belədir. Bizə deyir ki, A üstə gələk B bölək A bərabər 2-də 5 olarsa, B bölək A-nı tapın. Gəl tapaq. Çarpaz vuraq. Çarpaz vursaq 2A üstə gələk 2B bərabər 5A. A-ları bir tərəfə yıxsaq, yəni 2A-nı gətirib bura keçsək olur. 2B bərabər 5A çıxaq 2A. 2B bərabər 3A. Buradan biz A-ya neçə deyə bilərik? A-ya deyə bilərik 2, B-yə də deyə bilərik, B-yə də deyə bilərik. Ən kiçik ədəd olsun, B-nin də ən kiçik qiyməti 3 olsun. Bizdən nəyi soruşur? B bölək A-nı soruşur. B-nin yerinə qoyaram 3'ü, A-nın yerinə qoyaram 2'ni. O da bərabər 3 bölək 2 olmuş olur. 3 bölək 2 də hansı variantdır? Cavab C variantı olmuş olur. 13-cü sualımıza baxaq. 13-cü sualda bizə deyir ki, sadələşdir. Bu da sadə sualdır. X-in kvadratı çıxaq 4. Vuraq X, vuraq. X bölünsün X plus 2. Bunu sadələşdirmək lazımdır. Bunu necə sadələşdiririk? Hörmətli izləyicilər. Burada kəsirin sürətini, vuruqlarına ayırırıq. 4 2'nin kvadratı deməkdir. Bu bir dəfə olur X çıxaq 2. Bir dəfə olur X üstə gələk 2. Məxrəcdə də X vuraq. X yuxarıda, X üstə gələk 2-də kəsirin məxrəcində. Burada təbii ki, bunların ixtisar gedir. Bunlar ixtisar gedir. Bir dənə nə qalır? Bir dənə qalır. X minus 2 qalmış olur. O da hansı variantdır? E variantı. X minus 2. 14-cü sualımıza baxaq. 14-cü sualımız belədir. Birinci boru hovuzu bax. Birinci boru hovuzu 6 saata doldurur. İkinci boru 12 saata doldurur. Hər iki boru eyni vaxtda qoşulsa, hovuz neçə saata dolar? Hovuz x saata dolar. Gəl x-i tapaq. Bax, dəyərli izləyicilər, burada nəyə fikir vermək lazımdır? Əgər borular hovuzu doldurursa müsbət iş görür, toplanılır o zaman. Əgər boru hovuzu boşaldırsa mənfi iş görür, o zaman çıxılır. Və burada 1 saat üçün hesablanılır. Məsələn, birinci boru 6 saatda hovuzu doldursa 1 saatda hovuzun 6'da 1 hissəsi dolar. Sonra ikinci boru 12 saata doldurursa hovuzu 1 saatda 12'də 1 hissəsi dolar. Və bunların ikisi də doldurduğu üçün müsbət iş görür və bunlar toplanılır. Bərabərdir. Hovuz normalda x saata dolursa, 5 saata, 10 saata, 20 saata dolursa 1 saat üçün hesablanır burada. 1 saatda görülən iş hesablanır. 1 saatda x-də 1 hissəsi dolarda hovuzun. Vəssalam. Burada ortaq məxrəc 12'dir. Burada 12 eləmək üçün 2'yə vurduq. Üstə gələk 1 bərabər 1 bölək x. Burada 3 bölək 12 bərabər 1 bölək x. İxtisar getdi bunlar 3'ə. Burada qaldı 1 bölək 4 bərabər 1 bölək x. Kəsirin sürətləri bərabərdirsə, məxrəcləri də bərabərdir. Demək, x bərabər neçəyə? 4'ə. Birlikdə hovuz 4 saata dolar. Cavab 4 saat. Burada x-i tapırdıq biz. X də 4 saatdır da. 15'ə baxaq. Katitləri bu olan düzbucaqlı üsbucağın hipotenuzu 15 olarsa kiçik katit neçə santimetr olar? Burada Pifagor teoremindən də istifadə eləmək olar. Amma burada bir şey var.
Katetlər 3 nisbət 4 nisbətsə 3K1-idir. Nöqtəli vergüldür bu. 4K1-idir. Pifaqor ədədləri var idi. Katetlər 3K, 4K olanda hipotenuz 5K olurdu. Bu Pifaqor ədədləridir. İndi ki, hipotenuzum 15-dir. 15 olarsa, kiçik kateti tap. Bax, elə bir ki, 5K bərabərdir 15-ə. Buradan K nəyə bərabərdir? K 3-dür. K 3-sə, bu 4K-dırsa, 4-ü 3-ə vuranda neçə olur? 12. Bu 3-sə 3K-dırsa, K-nı da 3 götürmüş də, 3-ü 3-ə vuranda 9. Bizdən nəyi soruşurdu? Kiçik kateti soruşurdu. Kiçik katete təbii ki, neçə oldu? 9 oldu. Cavab 9-dur burada. 15-i də belə dedik. 16-ya baxaq. 16-cı sualımız belədir. 2x-in kvadratı üstə gələk mx üstə gələk 3. Çoxadısının vuruqlarından biri, vuruq yazıram. Vuruq. Aha. Vuruqlarından biri x plus 1 olarsa m-i tapın deyir. Bax, dəyərli izləyicilər, gəlin belə bir şey deyim da. Yəni, bu misal qoyduq bir qırağa. Tutaq ki, bir kvadrat üçədli deyək. Tutaq ki, x-in kvadratı çıxaq. Məsələn, 5x üstə gələk 6. Bunu gələ vuruqlarına ayıraq. Bunun vuruqlarına ayırsaq, x çıxaq 3, x çıxaq 2 olur da. Bunun vuruqları budur. İndi gəlin belə bir şey deyək. Vuruqun, bax, vuruq tutaq ki, vuruq. Vuruq nədir? X minus üstə. Bir vuruqu budur tutaq ki. Bunu sıfıra çevirən qiymət var. Yəni, x minus 3-ü sıfıra çevirən qiymət. Sıfıra çevirən qiyməti tapaq. 3 sağa keçir, x bərabər neçə olur? 3. Demək, x-in 3 qiymətini mən gətirib, bax, bu vuruqda yerinə yazsam, görün nə baş verəcəkdir. Elə bir ki, x-in kvadratı çıxaq 5x üstə gələk 6 bərabərdir. 2 çıxaq 3, x çıxaq 2 idi, o da bərabər. X-in yerinə, bax, burada gətirib, 3 yazsam, 3 çıxaq 3, 2 çıxaq 2 olur, o da bərabər 0 olur. 0 da x minus 2-yə vursam 0 olur. Demək, mən belə başa düşürəm ki, vuruqu sıfıra çevirən qiymət, yəni vuruqu sıfıra çevirən qiyməti tapıb, gətirib ifadədə yerinə qoyanda üçədli sıfıra bərabər olur. Buradan bu məntiqlə yanaşsaq, vuruq burada nədir? Burada vuruq, elə bir ki, yuxarıda yazmışıq da, x plus 1-dir. Bunu sıfıra çevirən qiyməti tapıram, bərabər 0. Buradan da alıram ki, x bərabər mənfi 1. Demək, mən mənfi 1-i gətirib, bax, burada yerinə yazanda bu ifadə sıfıra bərabər olmalıdır. İndi gəl gətirib yerinə yazaq. Yəni, 2x-in kvadratı üstə gələk mx üstə gələk 3. Burada gətirib yerinə yazanda bu ifadə sıfıra bərabər olmalıdır. Yəni, 2 vuraq, mənfi 1-in kvadratı üstə gələk m vuraq, mənfi 1 üstə gələk 3. X-i gətirib yerinə yazanda bu ifadə sıfıra bərabər olmalıdır. Buradan da gəl hesablayaq. Mənfi 1-in kvadratı 1, 2-yə vursaq 2. M-i mənfi 1-ə vursaq mənfi m üstə gələk 3 bərabər 0. 5 çıxaq m bərabər 0. Buradan da 5 bərabər m. M də bərabər 5 olmuş olur. Cavab burada m-in 5 qiymətində. Sonra davam eləyirik. Neçənci sualdır bu? 17-ci sualımızla davam eləyirik. Bizə deyir ki, 130 dərəcəli şua bucaqları fərqi, belə deyək də, bir dənə şua çəkək, bucaq çəkək, kör bucaq, bir dənə də şua çəkək. Bura alfa deyirəm, bura beta deyirəm. Bu cəm alfa plus beta neçədir? Alfa plus beta 130 dərəcədir. Yəni, bu bucaq 130 dərəcə düzdür də. Fərqi deyir, 70 dərəcə olan iki bucağa ayırır. Yəni, fərqi tutaq ki, alfa minus beta 70 dərəcə olan iki bucağa ayırır. Bizdən nəyi soruşur? Böyük bucağın dərəcə ölçün. Gəl bunları alt-alta toplayaq. Toplasaq belə olacaqdır. 2 alfa bərabər, mənfi beta, müsbət beta 0 elədi. 130 ilə də 70, 200 elədi. Alfa bərabər oldu 100-ə. Bəs burada alfa ilə betanın cəmi 130-dur. Alfa bərabər 100-dürsə, beta da bərabər neçə olmalıdır? 30 dərəcə olmalıdır. Bizdən nəyi soruşur? Böyük bucağı soruşur. Böyük bucaq təbii ki, 100 dərəcədir. Cavab budur. 18-ə baxaq. Çevrə daxilində kəsişən iki vətərdən biri 3 cm-lik və 8 cm-lik hissələrə, digəri isə 4 cm və A cm-lik hissələrə bölünmüşdür. Gəl bunu çəkək.
Görək burada bizdən nə istəyir. Bir dənə çevrə çəkirik. 2 dənə də kəsişən vətər çəkirik. Vətər çəkdik. Tutaq ki, bizə nə deyir? Bizə deyir ki, bu vətərlər 3 sm, 3 buradır, 8 buradır, 4 santimetrlik və A santimetrlik hissələrə ayrılıbdır. A-nı tapın deyir. Çevrədə belə bir metrik münasibət var ki, qarşı-qarşıya hasilər bərabərdir. A vuraq 4, bərabər 3 vuraq 8. 4A bərabər 24, A da bərabərdir 6. 24'ü böldük 4'ə 6 eləmiş olacaq. Burada 6'dır. Bunu da bildik. Sonra 19-cu sualımıza baxaq. 19-cu sualımız biraz maraqlıdır. Bax, bizə nə deyir? Bizə deyir ki, A və B ədədləri sadə vuruqları və onların sayı verilmişdir. Diaqrama əsasən A və B ədədlərini müəyyən edərək əkob AB-ni tapın. Gəl baxaq. Bax, A-nın sadə vuruğu 3'dür, bir də 5'dir, düzdür? Və burada A qara hərflə göstərilib. Bax, burada qara ilə göstərilib. 3'ün üstdən neçə dənədir sayı? 3'ün üstü neçədir? 4. Üstdən 4 dənədir. Qarada, qara adı da 5'dən də 1 dənədir. Bunu yazdıq. B-yə baxaq. B-də də 3 var, bir də 5 var. B-də B-lər ağdır. 3'dən neçə dənədir? 3'ün üstü 3'dür. 5'in də üstü 2'dir. Aha. Və mən buradan əkоб AB-ni tapıramsa, əkоб AB-ni tapıramsa, bax, əkobun belə bir qaydası vardır. Əkobu tapanda biz nə edirik? Vuruqların hamısını hasıl şəklində götürürük. Yəni, neçə dənə müxtəlif sadə vuruq varsa, hamısını hasıl şəklində götürürük. Bax, burada 3 var, bir də 5 var. Hasıl şəklində götürdük. Və sonra əkob tapanda üstü böyüklər götürülür, əbob tapanda üstü kiçiklər götürülür. İndi biz əkob axtarırıq deyinə, üstü böyükləri götürürük. Nə deməkdir o da? 3'ün üstü 3 var, 3'ün üstü 4 var. Təbii ki, böyük olan 3'ün üstü 4'dür. 5'in üstü 1 var, 5'in üstü 2 var, böyük olan 5'in üstü 2'dir. Vəssalam. 3'ün üstü 4, 81 vuraq. 5'in də üstü 2, 25'dir. Bu da bərabərdir. Gəl 81'i vuraq 25'ə. 5 də 1'im 5, 5 də 8'im 40, 2 də 1'im 2, 2 də 8'im 16, toplasaq 5, 2, 11 ya da 2025. Bu cavab 2025 eləmiş oldu. Davam eləyək neçənci sualımızla, 20-ci sualımızla. 20'də belə deyir. Bir kitab tapşırıqlar və qaydalar olaraq 2 hissədən ibarətdir. Birinci hissənin 7'dəki hissəsi 32 səhifə, ikinci hissənin 7'dəki hissəsi 48 səhifə olursa, kitab neçə səhifədən ibarətdir? Birinci hissə yazıram. Birinci hissənin 7'də 2 hissəsi 32'dir. Yəni, hissəsinə görə ədəd tapanda verilmiş ədəd, yəni 32. Hissə göstərən kəsirə bölünür. Ədədin hissəsini tapanda ədədi hissə göstərən kəsirə vururuq. Burada ədədin hissəsini tapırıq. Bizə deyir ki, 7'də 2 hissəsi 32 olan o ədədi axtarırıq biz. 32'ni bölürük 7'də 2'yə. O da bərabər 32 vuraq. 2'də 7, o da bərabər. 2 ilə 32 ixtisar getdi. 16 vuraq 7. Bu 70, 42, 112. 112 bu elədi. İkinci hissə. İkinci hissədə də deyir ki, 7'dəki hissəsi 48 olan. Yəni 48'i də bölürük 7'də 2'yə yenə. O da bərabər 48 vurulur 2'də 7'yə. O da bərabər. 48'i bölsən 2'yə 24 vuraq 7. 140, 28, 7 dəfə 4'üm 28. 2 yadda. 2 dəfə 7'im 14, 16. 168 də bu eləyir. Cəmi neçə səhifəsi var bunu deyirsək, 112 ilə də 168 toplanılır. 11 yadda. 7, 8, 280. 280 səhifəli kitabdır. Burada demək, neçənci sual idi bu? Cavab 280. 20-ci sualımız idi. 21-ci sualımıza baxaq. 21'də deyir ki, ABC natural ədəddir. A bölək 12 bərabər B bölək 18 bərabər C bölək 24
Olarsa ABC-nin ən kiçik qiyməti. Bax, burada məntiqi sualdır. A plus B plus C ən kiçik qiymət almalıdır. Gəlin belə deyək. Burada ABC natural ədəddir. Elə eləməliyik ki, burada A-nı, B-ni, C-ni elə seçməliyik ki, məxrəclərlə ixtisar gedəndən sonra bərabər ədədlər alınsın. Məsəl üçün deyirəm, bax, burada mən A-ya deyirəm 2, A bərabər 2. B-yə deyirəm 3, B-yə deyirəm 2, 6-da 1, 3 deyirəm. C-yə də deyirəm olsun neçə? 4 olsun. Aha. Bax, belə olsa, görün nə baş verir. Belə olsa, A2 olsa, 2-də 12 bərabər olur 3-də 18-də 3, üzr istəyirəm, burada 12-də 2, 18-də 3 bərabər 24-də 4 olmuş olur. Bunları da ixtisar eləsək, hər birini ixtisar eləsək, burada nə qalır? Burada qalır 6-da 1, 6-da 1. Burada qalır 6-da 1, burada qalır 6-da 1. Yəni bunlar hamısı bir-birinə bərabər oldu. Demək, burada A bərabər 2 götürə bilərəm. B ən kiçik qiymət olaraq 3 götürə bilərəm. C-yə də 4 götürə bilərəm. Cəmləsək bunu 2 üstə gələk 3 üstə gələk 4. 7 ilə də 2 9 eləmiş olacaq. Burada 9-dur. 22-ci sualımıza baxaq. 22-ci sualımız sadə və rahat sualdır. Bax, bizə nə deyir? A kiçikdir modul A-dan. Sonra deyir ki, B-də bərabərdir modul B-yə. Olduqda A ədədinin ən böyük qiyməti ilə B ədədinin ən kiçik qiyməti cəmini tapın. Burada təbii ki, A-nın özü modulundan kiçikdirsə, buradan alırıq ki, A sıfırdan kiçikdir. A mənfidir. Əgər burada B moduluna bərabərdirsə, buradan alırıq ki, B böyük bərabər 0. Çünki burada B 0 olsa bərabər olur, bir də müsbət ədəd olsa bir-birinə bərabər olur. İndi burada nə deyir? Bizə deyir ki, A-nın ən böyük qiyməti 0-dan kiçik ən böyük ədəd hansıdır? A mənfi 1 olur. B-nin ən kiçik qiyməti 0-dan böyük bərabər ən kiçik ədəd hansıdır? B bərabər 0. Bizdən bunun cəmini soruşur. O da mənfi 1 eləmiş olur. Cavab burada mənfi 1-dir. 23-cü sualımıza baxaq. 23-cü sualımız sadə sualdır. Belə hesablama çətin görsəndiyinə baxma. 0,65-in kvadratı çıxaq 2 vuraq 0,65 vuraq 0,15 üstə gələk 0,15-in kvadratı. Məxrəcdə nə var? Mən məxrəci birbaşa asıb yazıram. Asıb yazaq. Belə deyək də 0,9-un kvadratı ilə 0,9-un kvadratı eləyir. Toplamacısa üstə gələk birincinin ikinciyə hasilinin 2 misli. 2 vuraq 0,9 vuraq 0,4 üstə gələk 0,4-ün kvadratı. Bir də çıxaq, məxrəci yazıram, məxrəcdə digərini yazıram. 4 vuraq 0,9 vuraq 0,4. Aha. Bu da bərabərdir. Bax, sürətdə iki ədədinin kvadratının açılışıdır. Demək ki, 0,65-in kvadratı 0,65-in kvadrat deməkdir. Çıxma yazsan, bir birinciyə baxsan, bir sonuncuya baxsan, bir də işarəyə baxsan. Çıxma yazsan, 0,15-in kvadratda 0,15-in kvadratda, amma mötərizə kvadratı. İndi məxrəcə fikir versək, görərik ki, burada, bax, bundan 0,9 vuraq 0,4-dən 2 dənə müsbəti buradadır, 4 dənə mənfisi buradadır. Mənfi 4 ilə müsbət 2-ni toplayanda mənfi 2 qalır. Demək, bunları toplayanda belə olur. 0,9-un kvadratı çıxaq 2 vuraq 0,9 vuraq 0,4 üstə gələk 0,4-ün kvadratı qalmış olur. Bu da bərabər. Yuxarıda oldu 0,65-in 65 çıxaq 0,15-in kvadratı. Məxrəcdə də oldu 0,9-un 9-dan çıxırıq 0,4-ü mötərizə kvadratı qalmış olur. Bu nə deməkdir? Bu yuxarıda 0,50-nin kvadratı oldu. Məxrəcdə də oldu 0,5-in kvadratı. Bu da bərabər. Bunu belə yazaram.
0,50 bölək 0,5'in kvadratı. Bu da bərabər. Burada 10 elədi. Onun da kvadratı 100 eləmiş olur. Cavab burada 100'dür. Davam eləyək 24-cü sualımızdan. 24-cü sualımız da maraqlıdır və asandır. 24-cü sualımız belədir. Bir dənə çevrə çəkirəm. Çəkdik. Toxunan çəkək. Çəkdik. Bir dənə toxunan belə çəkək. Belə çəkdik. Sonra bir dənə buranı birləşdirək. Çəkdik buranı da. İndi bizə nə deyir burada? Bura B'dir, bura C'dir, bura D'dir, burada A'dır. Aha. Bunlar bərabərdir. Bunu boş-boşuna verməyib. Buranı mənə 125 dərəcə verib. 125 dərəcə. Bax, bura nəyə diqqət eləmək lazımdır? Gəlin, bax, bura diqqət eləyək bircə dəqiqə. Bax, bu qövsə. Bu qövsə diqqət eləyək. Qövs BDC, BDC qövsü bərabərdir. Bax, bu dərəcə 125 dərəcə. Toxunanla kəsən arasındakı bucaqdır. Toxunanla kəsən arasındakı bucaq nəyə bərabərdir? Söykəndiyi qövsün yarısına bərabərdir. Demək ki, belə başa düşürəm ki, BDC qövsü 125'in 2 mislidir. 125. O da bərabər 250 olmuş olur. Yenə deyirəm. Burada bu şeyə diqqət eləyək. Bax, kəsən budur, toxunan da budur. Toxunanla kəsən arasındakı bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Elə bir ki, BDC'nin yarısıdır. BDC'nin yarısı 125 ise BDC 250'dir. Bunu bildik. Digər tərəfdən BC ilə CD bərabərdirsə, vətərlər bərabərsə, onların gəldiyi qövslər də bərabərdir. Elə bir ki, belə deyək də, bura x-dirsə, bax, bura x-dirsə, bura da x olur. Və digər tərəfdən mən nəyi bilirəm? Digər tərəfdən də BC qövsünü mən bilirəm. Yəni x-i bilirəm. X də bərabər nəyə? BDC qövsü 250-dirsə, bütöv çevrə 360 dərəcədirsə, mən x-i tapanda 360-dan çıxıram 250-ni, o da bərabər neçə olmuş olur? 110 dərəcə olmuş olur. Demək, mənim x-im 110'dur, bura da 110'dur. 110 dərəcə, bura da 110'dur. Aha, bunu bildik. Bura oldu 220. Demək, BCD qövsü bərabər oldu. 2 vuraq 110 dərəcə. O da bərabər 220 dərəcə olmuş oldu. Digər tərəfdən BD qövsünü tapsam, 360'dan çıxıram 220 dərəcəni, yəni BCD qövsünü çıxıram. O da eləyir, neçə eləyir? 140 dərəcə eləmiş olur. Bunu bildik. Və məndə xaricdəki bucaq nəyə bərabərdir? Elə bucaq A bərabərdir. BCD qövsü çıxaq BD qövsü bölək 2'yə bərabərdir. O da bərabərdir. BCD qövsü neçədir məndə? 220 dərəcə. BD qövsü 140 dərəcədir. Çıxaq 140 dərəcə bölək 2. 220'dən 140 çıxanda 80, 2'yə də bölsək 40 dərəcə eləmiş olacaq. Burada 40 dərəcədir. 24 da bildik. 25 ilə yekunlaşırıq. 25'də bizə nə deyir? Bizə deyir ki, şəkil çəkək. Aha. Bunu da çəkdik.
İndi bizə adlandıraq A, O, B, C, D. Bax, bizə deyir ki, OB, OD-yə, OB, OD-yə perpendikulyardır. Bax, bunlar perpendikulyardır. Bunu bildik. Sonra AOD, AOD bütövlükdə 150 dərəcədir. AOD-ni, OC, OC, bax bu OC. OC də tənböləndir. Tənböləndirsə, bura 150-nin yarısı 75 dərəcədir. Bura da 75 olmalıdır. Amma burada bir iş var. Bu 90 dərəcə idisə, bu 90 dərəcə isə 75 buradırsa, 15 dərəcə buradır. O zaman burada 60 dərəcə olmuş olur. Bizdən də nəyi soruşur? Bizdən də soruşur ki, BOC-ni tapın. BOC buradan çıxdı ki, BOC nəyə bərabərdir? 15 dərəcəyə bərabərdir. Cavab burada 15 dərəcə. Belə dəyərli izləyicilər, sizə xoş izləmələr arzu edirəm. Bir dənə zəhmət olmasa, bəyənsək, paylaşaq, abunə olaq. Çalışdığım qədərilə, yəni imtahan qabağı belə sınaq suallarının izah verəcəm və burada paylaşacağım. Əlavə də ola bilər ki, sınaqlarımız ola bilər, onun da izahını çəkib paylaşaram. Sağ olun, gecəniz xeyrə qalsın.